Əqrəbli saat hər saatda 2 dəqiqə geri qalır. Hal-hazırda vaxtı düzgün göstərən bu saat neçə sutkadan sonra yenə vaxtı düzgün göstərəcək. Deməli, burada bir saat şəkli çəkək, üzərində göstərək. Deyək ki, hal-hazırda saat 12 tamamı göstərir. İndi hər saatda 2 dəqiqə geri qalan saat. Baxaq görək bir sutka ərzində neçə dəqiqə geri qalar. Niyə sutkanı tapıram? Çünki burada sutka ilə bizdən istəyir. Ona görə də bir sutkamız 24 saat olduğuna görə və hər saatda 2 dəqiqə saat geri qaldığına görə 24-ü vururuq 2-yə və tapırıq ki, deməli bir sutka ərzində bu saat 48 dəqiqə geri qalır. Yəni deyək ki, bir sutka keçdi. Məsələn, hal-hazırda saat 12 tamamdır. Bir sutka keçəcək və saatımız 48 dəqiqə geri qalacaq. Yəni olacaq 11 12-də 12-yə 12 dəqiqə işləyəcək. Və hardasa belə bir şey. Yəni saatımız 48 dəqiqə geri qalmış olacaq. İndi gəlin baxaq. Bu hər sutkada bir 48 dəqiqə geri qalacaq və tam 12 saat sonra, yəni 12 saat geri qaldıqdan sonra yenidən gəlib 12-nin üzərində doğru zamanı göstərmiş olacaq. Ona görə də biz burada hesablayırıq ki, bir sutka ərzində 48 dəqiqə geri qalan bu saat neçə sutkadan sonra 12 saat. 12 saatımızı da dəqiqəyə çevirək. 12 vur 60 dəqiqə geri qalar. Yəni tam 12 saat geri qalanda bu yenidən gəlib 12 tamamın üzərində olduğuna görə biz bu tənasübü qururuq və hesablayırıq. Burada da x vur 48 bərabər olur 12-ni 60-a vuranda 720-yə və x-ə tapanda 720-ni bölürük 48-ə. Tapırıq ki, 15 sutkadan sonra bu saat yenidən doğru zamanı, yəni 12 tamamı göstərmiş olacaq. Doğru cavab D variantı.